Herkese salam. Artıq sizlərə yeni bir video çəkmək qərarına gəldim. Çünki şərhlərdə də və bir çox istəklər var idi ki, artıq yeni video izahları gəlsin və həmçinin video izah edərkən diqqət etməli olduğum məqamları da vurğulamışdınız. Səsimlə bağlı, səhv demirəmsə, ekranı çox böyütməyimlə bağlı bir-iki dənə, bir-iki dənə də bir çox məqam var idi ki, siz mənə diqqət etməli olduğumu söyləmişdiniz. Təşəkkür edirəm ilk öncə fikirləriniz üçün. Təbii ki, bunlar mənim üçün çox dəyərlidir. Amma bunu bildirmək istəyirəm ki, fikirlərinizi qeyd edərkən, yazarkən etika çərçivəsində yazmanız üçün məni çox sevindirər. Hər kəs təbii ki, fikirlərini ifadə etməkdə azaddır. Yəni mən burada qarşı bilmərəm buna. Amma bəzilərimiz, yəni işçilərinizdən bəziləriniz bunu heç xoş olmayacaq halda deyir. Və mən bunu nəzərə çatdırmaq istəyirəm ki, mən bunu tamamilə insanlara, yəni kimyanı anlamaq istəyənlərə faydalı olsun deyə çəkirəm. Çox vaxt etkisi olduğunu məncə fikirləşə bilərsiniz. Ən azından düşünə bilərsiniz. Fikirlərinizi bilməyiniz mənim üçün çox xoşdur. Amma zəhmət olmasa bunları daha xoş bir şəkildə bildirməyiniz çox yaxşı olar. Mən də diqqət etməyə çalışacağam. Əlimdən gələni etməyə çalışacağam. Ümid edirəm sizlər üçün də faydalı video olar. Qısa bir xatırlatma etmək istədim. Çünki uzun videodur artıq. Uzun zamanda daha doğrusu video izahlar gəlmirdi. Bugün yeni Topul'dan 2025 birinci hissədən hidrogen mövzusundan başlayacaq izahlara. Biraz qeyri-üzvü kimyadan izah etmək istəyirəm. Hidrogen alınması və xassələri mövzusundan başlayacağıq izahlarımıza. Gəlin başlayaq. Rəngimizi də seçdik. 1. Hansı qazı havadan almaq olmaz? Bu sualımızda deməli, bilirik ki, havamızın 78%-ni azot təşkil edir, 21%-ni oksigen, 0,03%-ni karbon, 0,01 hissəsini isə, faizini isə təsirsiz qazlar təşkil edir və təşkil edirsə havanı, deməli havadan almaq olar. Amma hidrogeni havadan almaq mümkünatsızdır. Çünki hidrogen havada olmur. Günəş və kosmikdə olur. Günəş və ulduzlarda. Ona görə havadan almaq mümkünatsızdır. Cavab D variantı. İkinci sualda bütün hidroksidlərin tərkibinə daxil olan elementi müəyyən edin. Hidroksidlərin tərkibinə təbii ki, hidrogen daxildir. Yenə böyüdürəm ekranı. Məsələn, natrium hidrit, yəni hidroksidi, hidrogen daxildir, yaxud kalsium, alüminium, kalium. Bunların hər birinin hidroksidləri var. 3. Hansı reaksiyada alınan qaz oksigenin 16 dəfə yüngüldür? Oksigen 32-dir. 16 dəfə yüngülü 2 qram olacaq. 2 qramın da H2 qaz olduğunu yəqin ki bilirik. Yəni hidrogen. Hansından alınacaq? Biz demişdik ki, metalları, yəni aktivlik sırasında hidrogendən əvvəldə gələn metalları turşularla reaksiya saldıqda hidrogen qazı alınır. Lakin biz bəzi istisnalar demişdik ki, pasiv metallar olmurdu. Pasiv metallar turşularla reaksiya saldıqda hidrogen qazı ayrılmırdı. Pasiv metallarımızı qeyd edək. Pasiv metallarımızı hidrogen turşuyla reaksiya saldıqda hidrogen ala bilmirdik. Və bizim ikinci bir istisnamız var idi. İkinci bir qırmızı çizgimiz var idi ki, deyirdik ki, bu turşular olduqda durusu və qatısı, nitrat turşusunun, bir də sülfat turşusunun qatısı. Bunlar hidrogendən, aktivlik sırasında hidrogendən öndə gələn metallarla birləşdikdə hidrogen qazı ayrılmır. Çünki başqa maddələr ayrılır. Bu başqa bir mövzunun izahıdır. Sadəcə biz bilməliyik ki, burada HNO3, yəni nitrat turşusunun durusu və qatısında H2SO4-ün sülfat turşusunun qatısından hidrogen alınmır. O zaman 3-cü sualımıza baxsaq, nitrat turşusunun durusu ilə olmayacaq. Hidrogen qazımız bizdə ayrılmayacaq. Çıxdı. Sülfat turşusunun qatısı ilə olmayacaq, sülfat turşusunun qatısı ilə olmayacaq, nitrat turşusunun qatısı ilə olmayacaq. Amma sülfat turşusunun durusu ilə reaksiyaya girdikdə hidrogen qazı ayrılacaq. 4. Qapalı qabda hidrogen və oksigenden ibarət 640 milli normal şəraitdə qarşılıqda baş verən reaksiyadan sonra 64 milli hidrogen artıq qalmışdır. İlkin qaz qarşılığında neçə millilitr oksigen olmuşdur? Deməli, 4-də bizim qabımızda hidrogen və oksigen qazımız var. Bunların həcmi ümumilikdə 640 millilitrdir.
Yəni iki qazın həcmi birlikdə 640 ml-dir. Hidrogen, oksigen. Hidrogeni X götürsək, oksigen olacaq 640-X. Deyir ki, bunlar reaksiyadır. Reaksiyanın hidrogenlə oksigen arasında reaksiyanın su olduğuna, yəni su alındığını bilirik. Və 2-nin 1 nisbətində gedirlər. Burada fikir versin normal şəraitdir. Normal şərait deyirsə əgər biz qazlarda molla həcmi 1 götürə bilərik. Yəni mən deyə bilərəm ki, x mol 640-x. Yəni mol nisbətdən həcm nisbətləri bərabər edə bilərəm. Çünki normal şəraitdir. Və bizə deyir ki, reaksiya gedib və reaksiya məsələn 64 milli artıq qalıb hidrogen. Bu nə deməkdir? Yəni x qram girir, x-in 64 qramı artıq qalır. O zaman reaksiyaya nə qədər hidrogen sərf olunur? X çıx 64. Yəni girəndən artıq qalan çıxdıqda reaksiya sərf olunan tapırıq. Yazıram x çıx 64. O zaman A deyirəm. Dedim axı, normal şəraitdə biz qazların mol nisbətlərini həcmlərinin mol nisbətlərinə bərabər götürə bilərik. Avogadro qanununa əsasən. O zaman tənasib şəkildə həll edərəm. Çapraz. Çapraz vurub həll edərəm. Nə edəcək? X çıx 64 bərabər olacaq 2-yə. Düz deyilmi? Və həmçinin biz A-nın nə olduğunu bilirik. 640 çıx X. Çünki buradakı oksigen hamısı sərf olunur. Yəni həmçinin biz burada A-nın yerinə 640 çıx X də yaza bilərik. Böyüdürəm ki, yerimiz çatsın. X çıx 64 bərabərdir. 2-ni 640-a vurduqda 1280 çıxılsın 2x. Bunu da həll eləmək üçün 2x-i bura keçirəcəm. 3x 64 bu tərəf keçəcək. 1280 plus 64. Bu da eləyir 1344. X-i tapacağım buradan. 4 8. Deməli, mənim x-im nəymiş? 448 milli. Deməli, mənim 448 milli hidrogen qazım var imiş. Məndən nə istəyir şərtə baxıram. İlkin qaz qarxı neçə millilitr oksigen olmuşdur. O zaman 640 çıx x-imiz də, yəni 640 çıxsın 448-imiz də, yəni 196 metr, 192. 192 millidə oksigen qazımız olmuşdur ilkin qaz qarışığında. Yəni cavabım cücə variantı olacaqdır. 5. Hansı bəsit maddənin qələvi məhlulu ilə qarşılıqlı təsirlə hidrogen ayrılır? Deməli, buranı təmizləyək. Deməli, hansı bəsit maddələrin qələvi məhlulu ilə yəni qələvi məhlulun nə olduğunu bilirik əsas. Məsələn, natrium OH, kalium OH aktiv metalların əsasları qələvi məhlul adlanacaq. Qələvi. Mən burada natrium OH götürüb üzərində işləyəcəm. Deməli, deyir ki, hansı bəsit maddələr? Baxacağım, alüminium, silisium, xlor-2, kükürt. Reaksiyalar yazacağım. Alüminiumla, məsələn, biz natrium, burada yazmayaq. Alüminium, natrium OH, H2O. Bizdə bu reaksiya nə alınır? Natrium, alüminium O2, natrium, alüminium O2 plus H2 qazı ayrılır. Yəni alüminiumun qələvi məhlulu ilə qarşılığından hidrogen qazını alırıq. İkinci silisium. Silisium üstəgəl natrium OH üstəgəl H2O etdiyimizdə bizdə natrium silikat plus H2 qazı alınır. Yəni silisium da olur.
Amma xlor 2 və kükürddə elə bir şey mövcud deyil. O zaman cavabımız 1, 2 olacaq. D variantı. Hansı maddələr hidrogenlə reaksiyaya daxil olmur? Hidrogenlə reaksiyaya daxil olmayan maddələri qeyd edək. Yazıram. Hidrogenlə reaksiyaya daxil olmayanlar. Ümumi qrup şəklində yazacağam ki, yaddaşda qalsın. Baxın, hidrogen əsaslarla, turşularla, duzlarla qətiyyən reaksiyaya girmir. Digərlərinə baxdıqda amonyakla, su ilə reaksiyaya girmir. Başqa biz CnH2n+2 tipli birləşmələrimizlə hidrogen qətiyyən reaksiyaya girmir. Həmçinin hidrogen albesiplə, yəni alüminium, berilyum, silisium və fosforla da reaksiyaya girməyəcək qətiyyən. Bu maddələrlə reaksiyaya girmədiyini bildik. Yəni reaksiyaya daxil olmur. O zaman gəlin sualımızı həll edək. Sualımızda da bizdə hansı maddələr hidrogenlə reaksiyaya daxil olmur deyir. Diqqətli olaq. Alüminium dedik ki, olmur. CH4. Baxaq. Görək bu tipə uyğun gəlirmi? Bu quruluş formuna uyğun gəlirmi? CH4. Gördüyünüz kimi burada N'imiz 1'dir. O zaman 2n+2'də N'ə 1 versək 4 olacaq. Yəni CH4. Deməli, hidrogen CH4 ilə də reaksiyaya girməyəcək. Cavabımız A variantı olacaq. Tez baxaq digər variantlara. B-də oksigenlə təbii ki, reaksiyaya girir. H2O su. H2SO4 turşu olduğu üçün reaksiyaya girməyəcək. Kuprum O ilə reaksiyası var. Hətta qeyd edeyim. Burada kuprumun özünü bir yanında su alırıq. S2H4 ilə də var. Çünki bayaqki quruluşa uyğun gəlmir. Ferrum 2O3 ilə karbonla təbii ki var. Ferrum 2O3 ilə də bizdə oksiddir. Onu deyə bilərik. 6-da Y-də yenə bununla reaksiya girəcək, bununla da reaksiya girəcək. Hidridi alına bilər. Alınacaqlar doğrusu. Belə cavabımız A variantı oldu. Çünki daxil olmayanı istəyirdi. 7. Hansı maddələr müəyyən şəraitdə hidrogenlə reaksiyaya daxil olur? Baxaq, oksigen olur. Amma albesip, fosfor qətiyyən olmur. Heç bir şəraitdə. Yəni deyirəm, oksigen olur. Burada baxaq da CH4-ə bayaq baxdıq. Olmur. Fosfor olmur. Turşu da olmur. Ferrum 2O3 bayaq dediyim kimi oksid olduğu üçün biz dedik ki, əsas turşu duz olmur. Reaksiya girmir. Amma oksidlə reaksiya girir. O yüzden biz bunu götürəcəyik. Bakı variantı olacaq bizim cavabımız. Hansı metalı oksidinin hidrogen reduksiyasından almaq olmaz? Baxın, bu metal həmişə aktiv metaldır. Niyə? Çünki, yəni qeyd edək. Silgi, buraları silək. Burada məsələn, sinkin oksidi. Sink, oksid. Üzərinə hidrogen qazını gəlsəm, burada oksigenlə hidrogen birləşib H2O ayrılacaq. Bir də sink metalını özümüz alacaq, yəni xas sink metalını alacaq. Amma bir dənə natriumla bunu yoxlasaq, natrium 2O plus H2. Burada çox qısa müddətliyinə məhlulda H2O plus natrium. Amma axı bu aktiv metalda tez su ilə reaksiyaya girib natrium OH qələvi məhlulunu əmələ gətirəcək. Yəni natriumu biz saf xas ala bilməyəcək. O yüzden cavabımız natrium olacaqdır. 9. Hansı halda hidrogen bəsit maddə kimi deyil, kimyəvi element kimi göstərilmişdir? Bilirik ki, hidrogen bəsit maddə kimi H2 hidrogen qazıdır. Kimyəvi element kimi deyilsə, məsələn H. Bu nəzərdə tutur. Amonyakın tərkibinə daxildir. Ən yüngül qazdır. Bəsit maddə. Oksigenlə reaksiya daxil olur. Yenə bəsit maddə. Rəngsiz qazdır. Bəsit maddə. 2 həcmi. Bir həcm oksigenə gürultayıcı qaz əmələ gətirir. O qaza aiddir. Yəni hidrogen
bəsit maddə şəklində olduqda amonyakın tərkibinə isə baxın NH3. Burada yazaq NH3. Burada hidrogen qazı deyil axı. Hidrogen kimyəvi elementdir. O yüzden cevabımız A variantı olacaqdır. Hansı reaksiyadan hidrogen alınmır? Hansı reaksiyadan hidrogen alınmır? Baxaq. Barium necə metaldır, aktivdir. Su ilə reaksiya girdikdə burada barium OH2 bir də H2 alınacaq. Yəni qələvi məhlulundan hidrogen qazı bu reaksiya gedir. Həmçinin kaliumda. Kalium da aktiv metaldır. Kalium OH plus H2 alınacaq. Natrium OH aktiv metalın hidridi. Üzərinə su gəldikdə natrium OH qələvi məhlul plus hidrogen qazı alınacaq. Ferrum plus H2O bu reaksiyada gedir. Hidrogen alınır. Baxaq reaksiyamıza. Ferrum plus H2O temperaturda. Necə edirlər? Ferrum metalı közərdirlər. Üzərinə su buxarı əlavə etdikdə alınır. Burada bunların oksidi ferrum 2O4 qarşı oksid plus H2 alınır. Məsələn, aktiv metallarda, gəlin bunları kiçik halda yazaq, daha aydın şəkildə. Aktiv metallarda, baxın, məsələn, natriumdan nümunə göstərərək yazacağım. Natriumun üzərinə H2O gəldikdə, natrium OH plus H2, natriumun hidridinin üzərinə H2O gəldikdə, natrium OH plus H2 qazı, natriumun oksidinin üzərinə H2O gəldikdə, natrium OH yalnız H2 qazı ayrılmır. Bunlar aktiv metallar. Yəni burada natrium yerinə kalium ola bilərdi, barium ola bilərdi, kalsium ola bilərdi. Yəni aktiv metallar ola bilərdi. Yəni keçək orta aktiv metalların su ilə reaksiyasından. Orta aktiv metalın özünün su ilə reaksiya girdikdə, burada müəyyən şərait deyikdə metalımızı közərdirik temperaturda. Su buxarlarını üzərinə əlavə etdikdə həmin orta aktiv metalımızın oksidi plus H2 qazı ayrılır. Bu həmçinin sinkə də aiddir. Orta aktiv metalda sink O plus H2 qazı ayrılacaq. Aktiv metaldan danışdıq, orta aktiv metaldan danışdıq. Pasiv metallar isə qətiyyən H2 ilə reaksiya girib hidrogen almırlar, heç su ilə reaksiya belə girmirlər. Belə. Yəni bu da reaksiya alır. Amma fluorkin təbii ki, su ilə reaksiyası biz bir şey ala bilməyəcəyik. Hansı reaksiyadan hidrogen alınmır? Göstərdik bu reaksiyanın alınır. Bu reaksiyanda yazdım, göstərdim, alınır. Bunlar da aktiv metallardır hamısı. Və yaxud dediyim kimi burada kalsium, litium, kalium, barium, natrium hər bir şey ola bilər. Yəni aktiv hər bir şeydə aktiv metallar ola bilər. Yenə xlor 2 ilə H2-onu verib yanır. Yəni halogenlərlə su birləşib bizə hidrogen qazı verməyəcək. 12-yə keçirik. Hansı reaksiyadan H2 alınır? Bu dəfə hidrogen qazının alındığını soruşur. Yəni dediyim kimi H2SO4 qatıdan alınmır. Bir də HNO3 duru qatıdan alınmır. Çıxdım. Bu ikisini buna görə çıxdım. Natrium H2O təbii ki alınır. Hətta bayaq reaksiyamızı belə yazdıq. Burada natrium OH alınır. Dedim ki, aktiv metalların oksidi su ilə reaksiya getdikdə yalnız onların qələvi məhlulu alınır, hidrogen qazı alınmır. Burada isə nə olacaq? Burada da gəlin bu reaksiyanı aşağıda yazaq. Natrium 2O plus H olur. Burada hidrogenimiz oksigenlə birləşəcək. Natriumda xlorla natrium xlor plus H2O alınacaq. Keçirik 13-cü sualımıza. 8 qram hidrogen tam yandırıldıqda neçə qram H2O alınır? Deməli, 8 qram hidrogen tam yandırıldıqda neçə qram H2O alınır? Gəlin burada yazaq. Reaksiyamızı yazaq ilk öncə. 2H2
plus O2 alınır 2H2O. Normalda neçə qram olur? 2 vur 2 4 qram. 4 qram olduqda H2O-nun emeri 2 plus 16 18, 2 vur 18 36. Yəni normalda biz deyirik ki 4 qram hidrogen yandırıldıqda 36 qram alınır. Burada 8 qram yandırıldığını deyir. O zaman A alınacaq. Yəni A qədər. 4 vur A bərabər 8 vur 36. 2. A'mız da 72 qram. Yəni cavabımız cücə variantı eləyəcəkdir. Daha sonra keçirik sənayedə hidrogenin tətbiq olunmadığı sahələrə. Sənayedə hidrogen tətbiq olunmur. Yanacaq kimi tətbiq olunur. Amonyak istehsalında olur. Suyun alınmasında olmayacaq. Suyun elektrolizindən təbii ki, hidrogen alınır. Amma sənayedə hidrogen suyun alınması üçün tətbiq olunmur. Çünki sənaye biz deyirik ki, ən asan şəkildə, ən ucuz şəkildə alınmaya baxır. Və zaten su təbiətdə tapıldığı üçün onlar bir də almaq əvəzinə hazır sudan istifadə etməyə daha üstün tapırlar. Çünki həm almaq üçün necə deyim, həmin reaksiyanı aparmazlar, daha ucuz və daha başa gələndir. Laboratoriyada amma biz buna baxırıq. Marqarin istehsalında təbii ki olur, yağ məsələsinə görə hidrogen xloridinin alınmasında istifadə edirik. Sənayedə hidrogen tətbiq olunmur, amonyakın sintezində, metanolun sintezində, yəni bunlarda olur. Sülfat turşusunun alınması laboratoriyada baxılır. Çünki sənaye üçün sənin dediyimiz kimi ucuz və tez başa gələn şeylərə baxdığı üçün sülfat turşusunun alınması laboratoriyada baxılır. Bu olur, bu da mümkündür. Olur. Hidrogen elementinin maksimum oksidaşma dərəcəsi və minimum oksidaşma dərəcəsi. Hidrogenin maksimum müsbət 1 olacaq. Minimum mənfi 1. Mənfi 1 nə zaman olur? Metallarla birləşməsində əsasən hidrogenin mənfi 1 olduğunu görürük. Məsələn, kalsium H2, natrium H-da burada oksigenimizin hər biri mənfi 1 oksidaşma dərəcəsinə malikdir. Müsbət 1 isə məsələn qeyri-metallardan H2O, NH3 tiplilərdə müsbət 1 olur. Yəni X-imiz müsbət 1, Y-imiz mənfi 1 olacaqdır. Bu üsulla biz hidrogen qazını toplayırıq. 18, 3,9 qram kalium artıq miqdarda suda həll olduqda neçə litr hidrogen ayrılır? 18. Kaliumu suda həll olduqda su ilə reaksiya salırıq. Aktiv metalda bayaq dedim, aktiv metalların su ilə reaksiyasından qələvi məhlul və hidrogen qazı alınır. Niyə bu qədər səbiyyəsiz oldu? Deməli, yazırıq. Kalium plus su kalium OH plus H2. Reaksiyamızı əmsallaşdıraq. 2 addım, 2 addım, 2 addım və tamamlandı əmsallarımız. Deyir ki, ayır 39'dur. 39 vur 2 girdikdə nə qədər hidrogen alınır? Görürük ki, neçə litr? 1 mol. Yəni 1 molda normal şəraitdə 22-14 litr hidrogen ayrılır. Bəs bizə deyir ki, 3,9 girsə nə qədər alınır? A qədər. A-nı buradan bizə hesablamaq düşür. A bərabərdir 39 vurulsun. Gördüyünüz kimi qarşı-qarşıya vuracaq. A-mız da buradan bərabər olacaq. 39 3,9 vurulsun 22,4 bölünsün 39 vurulsun 2. Burası 10. Burası 11,2. A-mız da 1,12 litre yer. Bakı variantı. Yine o tipte başka bir misal. Bu defa daha səliqəli yazmağa çalışacağım. 19. Kalsiyum yenə su ilə reaksiya edəcək. Kalsiyum
H2O aktiv metaldır. Qələvi məhlul olan hidrogen qazı alınacaq. H2. Əmsallaşdıraq. 2 atırıq oksigenlərin bərabərliyi üçün. Daha sonra 4. Hər şeyin olmasına suyun qabağına 2 atıqda əmsallar oturur. Normalda 40 qram kalsium girdikdə reaksiyaya 22,4 litr hidrogen alınır. 4 qram girdiyini deyirsə A qədər alınacaq. A'mız da buradan 2,24 olduğu görünür. Tərəssüm nəticəsini tapa bilərsiniz. Hansı reaksiyada hidrogen alınmır? Karbon plus H2O buradan alınır və hətta bu adı su qazı reaksiyasıdır. Yəni su qazı alınır. Nədir? CO plus H2. Buna su qazı deyirlər. Belə deyək, su qazı niyə deyirlər? Çünki karbon və hidrogenin közərmiş, köz. Bu da buxar şəklində. Bundan əmələ gəldiyi üçün bu CO plus H2 su qazı deyirlər. Əgər bu metanın CO2 və yaxud metanın H2O ilə əmələ gəlməsindən alınan CO plus H2 olsaydı, buna artıq sintez qaz deyəcəkdilər. Nə? Sintez qaz. Yəni nədən alındığı, reagentlərimizin nə olduğu bizdə bu qazların adlarını dəyişir. Bunlara diqqət etməyimizi istəyirik. Buradan alınır. Sink plus H2O bayaq yazdım. Orta aktiv metallarla su girdikdə orta aktiv metalların oksidi və hidrogen alınır. H2SO4 duru kalsium. Kalsium aktiv metaldır. Hidrogenin önündə yerləşir aktivlik sırasında. H2SO4 duru da bizim istisna olan turşlarımızdan olmadığı üçün reaksiya gedəcək. H2SO4 qatı. Biz demişdik ki, turşlardan 3 dənə istisnamız var idi ki, bunlarla metallarımız, yəni hidrogendən, aktivlik sırasında hidrogendən sağda yerləşən, solda yerləşən, yəni hidrogendən daha aktiv olan maddələr turşların reaksiyada hidrogen alınır. Amma bəzi istisna turşlarımız var idi. Bir daha deyirəm. HNO3 duru qatı, H2SO4 qatı. Çox güman ki, artıq bunu sonuncu dəfə deyirəm. Çünki videonun başından 3-4 dəfə demişəm. Ona görə buradan alınmayacaq. Sink plus natrium OH-a da baxaq. Burada hansı reaksiya gedir? Bilək. Sink plus natrium OH. Burada natrium 2 sink O2 plus H2 qazı ayrılır. Bu reaksiyanı da bilmiş olduq. Cavabımız D variantı. 21. Hansı metalın 1 molun artıq miqdarda xlorid turşusu ilə qarşılıqlı təsirindən daha çox hidrogen alınır? Biz hidrogen alınmasını necə tapırdıq? Nə qədər hidrogen aldıq? Metalın valentliyinin yarısı bərabər idi alınan hidrogen miqdarına. Məsələn, sinkimiz necə valentlidir? 2. 2 bölü 2, 1 mol hidrogen alınacaq sinkdən. Berilyum 2 valentli, 2 bölü 2, 1 mol. Kalsium 2, 2 bölü 2, 1 mol. Baryum 2, 2 bölü 2, 1 mol. Alüminyum 3'dür. 3 bölü 2, 1,5 mol hidrogen alınacaq. Cavab Y variantı. Sənayedə hidrogen hansı reaksiya ilə alınır? Sənayedə natrium hidrogen H2O bizi sərf etməz. Bu laboratoriyanın işidir. Bu da, yəni bu qədər maddəli sənaye neyinir? Laboratoriyanın işidir. Həmçinin baxın, bunlar hamısı laboratoriyadır. Çünki metalların, maddələrin alınması o qədər asan deyil. Çox baha başa gəlir. Həmçinin baxın, bu tipli reaksiyalar çox baha başa gələn reaksiyalar olduğu üçün sənayədə getmir, laboratoriyada gedir. Amma bu sənayədə gedəcək. Deməli, 23-cü sualda sənayədə hidrogen hansı reaksiya ilə alınır? Burada bu yol sənayədə deyil, laboratoriyadır. CH4-ün bəli, CH4-ün qızdırılması müəyyən dərəcələrdə gedən reaksiyalardan biz sənayədə hidrogen ala bilirik. Amoniakdan yox, laboratoriyadır, natriumdan laboratoriya, H4. CH4-ü gəlin qeyd edək. 3 cür reaksiyası var, müxtəlif temperaturlara görə. Əgər temperaturumuz 1000 dərəcədən yüksək hər hansı bir
temperatur olarsa, bu zaman karbon plus 2H2 2 mol hidrogen qazı alınır. Əgər 550-600 dərəcə olarsa, birdən biz deyirik ki, 1500 dərəcə təxmini olarsa bizdə alınır. Hər ikisində H2, lakin digərlərində alınan bizdə qazlar fərqlidir. İki cür qaz alınır. Asetilin və etilen qazları alınır. Bunlar da deməli 550-600 dərəcədə biz alırıq C2H4. Burada C2H2 alırıq. Deməli 550-600 dərəcədə C2H4, 1500 dərəcə isə C2H2 alınır. Daha sonra hansı reaksiyadan hidrogen alınır? Dediyimiz kimi bunlar təkrar demirik. Nitrat və H2SO4-ün qatısı alınmır. Nitratla alınmır. Bu reaksiyanı yazmışdıq bayaq. Hidrogen alınır. Buradan H2CO3-ün parçalanmasında H2O2 alınır. Hidrogen alınmır. Pasiv metal turşu ilə girib hidrogen alındırmayacaq. HNO3-dür getdi. Sink plus natrium OH bayaq reaksiyanı yazmışdıq. Hidrogen alınır. NH3 plus CO2-dən də alınmayacaq. Cavab A variantı. Çox qaraladım. Təmizləyək. A variantı olacaq cavabımız. Hansı metalların xlorid turşusu reaksiyasına hidrogen almaq olar? Aktivlik sırasında hidrogendən əvvəldə yerləşən metallarla turşuların, yəni H-xlorun reaksiyasından biz hidrogen ala bilərik. Bunlar da civə zəifdir. Kuprum zəifdir, passivdir, yəni. Argentium civə passiv, qızıl passiv. Cavabımız A variantı olacaq. Almaq olmaz. Bu dəfə onda passivləri seçəcəyik. Argentium, kuprum, platin. Aha, guruldayıcı qaz, sintez qaz. Bunların hər birini burada qeyd etmişəm. Asan olsun deyə. Guruldayıcı qaz H2 plus O2-dir. Suyun alınması reaksiyasına bunlar gurullama getirilir. Çünki guruldayıcı qaz adlanır. Su qazı, bunu bayaq qeyd etmişdim. Su qazı ilə sintez qazının fərqi reaksiyanın reagentlərindən asılıdır. Əgər CH4, CO2 və yaxud da H2O ilə girirsə, bu zaman oradan alınan CO plus H2 sintez qazı adlanacaq. Amma əgər közərmiş karbon və su buxarları gedərsə, buradan alınan CO plus H2 su qazı alındıracaqdır. Hər ikisində olan qazın hidrogen olduğunu görürük. Həmçinin su qazı ilə guruldayıcı qazı da ortaq H2-dir. 1 mol H2, 1 mol xlorikin tam reaksiyasından neçə mol H-xlor alınır? Gəlin baxaq. H2 plus xlor 2 alınır. 2 H-xlor. H-xlor alınır. Onu da biz nə edirik? Əmsallaşdırırıq və əmsalı 2 düşür. İndi burada deyir ki 1 mol hidrogen girdi, 1 mol xlor girdi. Zaten burada da 1 mol 1 moldur. 2 mol H-xlor alınacaq. Hansı reaksiyona bərk maddə alınır? C plus H2. Burada məsələn baxın H2 plus O2-nin su alındığını bilirik. Yəni mayedir, çıxdı. Buradan kalsiumun hidridi alınacaq. Bərk maddə olacaq. Kükürdlə H2, H2S, lax yumurta ili qaz verəcək. H-xlor, bu da qazdır. C plus H2, CH4, bu da metan qazdır. Yəni bu da necədir? Yanlışdır. Cavabımız B variantı olacaqdır. 32-ci sualda. Hidrogen və oksigen qarışığının qapalı qabda reaksiyasından 54 qram su alınmış və reaksiyadan sonra 16 qram oksigen artıq qalmışdır. İlkin qarışıqda neçə mol oksigen olmuşdur? Baxaq. Reaksiyamızı yazaq. 2H2 plus O2
bərabər 2H2O. Mənim qapalı qabım var. Bir qapalı qab. Və orada hidrogen qazım, oksigen qazım var. İkinin bir nisbətə girdiyini bilirik. 2-nin bir nisbətinə girdikdə 2-nin bir nisbətinə neçə qram su alınır? 18 vur 2, 36 qram su alınır. 54 qram su alınıb. Bizə şərt edir ki, amma bu da normalda getsə 36 qram alınır, amma bizə deyir ki, şərtdə 54 qram alınır. Həmişə bu tipli məsələlərdə tənasüb qurmaq istədikdə məsələmizi tam sərf olunana görə aparırıq. Burada hidrogen tam sərf olunub. Niyə? Çünki deyir ki, oksigendən 16 qram artıq qalmışdır. Deməli, oksigenimiz tam sərf olunmayıbsa, biz öz tənliyimizi, tənasübümüzü hidrogen əsasında həll edəcəyik. 54 qram su alınıbsa, nə qədər, neçə mol hidrogen reaksiyaya girib? Gəlin bunu hesablayaq. 36A 54 vur 2'ye beraberdir. Buradan 18 3. A'nın 3 olduğunu öğrendik. Deməli 3 mol hidrogen reaksiyaya girib. 3 mol hidrogen. 3 mol hidrogen reaksiyaya giribsə, indi o zaman baxırıq. 3 mol hidrogen reaksiyaya girdiyini öğrendim mən. 3. Hətta gəlin belə eləyəkdən A'nı silək. Yerine yazırıq ki, 3 mol hidrogen reaksiyaya girdi. 3 mol hidrogen reaksiyaya girmişsə, normalda, yəni oksigen tam sərf olunsa, bu reaksiyanın getmək üçün neçə mol oksigen lazımdır? Burada yazıram B tutalım ki. İndi bu tənliyi həll edirəm. O da eləyir 2B bərabər 3. B'miz də 1,5 mol. Deməli, mənim reaksiyama 1,5 mol oksigen qazı sərf olunmuşdur. 1,5 mol oksigen qazı. 1,5 mol oksigen qazı neçə qramdır? Onu tapaq. Üzərinə də 16 qram gedək. Çünki bizdə ilkin qarışıqda nə qədər olduğunu soruşur. 1,5 reaksiya girib, axı 16 qram da artıq qalmışdı. Onu da nəzərə almaq lazımdır. Onu nəzərə aldıqda alınan miqdarımız bizim ilkin qaz qarışığının oksigen kütləsi olacaq. İndi 1,5'i vururam. 32 üzərinə 16 gələcək. 32, 16, 16. Burada 32 eləyir. Ümumi 64. İndi mən burada 64 qram aldım. Şərti bir daha diqqətlə oxuyuram. Neçə mol oksigen? O zaman 64'ü bölərəm 32'yə, yəni M-ə, M-i bölərəm M-ə, alaram nünü. Nün. O da yer 2 mol. Biraz səliqəsiz yazdım. Digərlərində diqqət edəcəm ki, daha səliqəli yazım. Yenə deyirəm, səliqəli yazmaq üçün böyütmək lazımdır. Fikir verirsiniz, nə qədər uzaqdan yazmağa çalışdı, yazılar daha böyük olur və daha səliqəsiz olur. Ona görə böyütməyimin səbəbi buydu. Misallarda daha səliqəli yazmaq üçün. Keçirik digər misalımıza. Hidrogen və oksigen qarışığının qapalı qabda reaksiyasından 72 qram su alınmış və reaksiyadan 4 qram hidrogen artıq qalmışdır. İlkin qarışıqda neçə mol hidrogen olmuşdur? Bu da eyni tipli reaksiyadır. Sadəcə, eyni tipli məsələdir. Sadəcə hidrogendir burada. Gəlin 33-cü sualımızı həll edək. Reaksiyamı yenə yazıram. Bu dəfə deməli, yenə qaz qarışığımız var. Hidrogen, oksigen. Normalda 36 qram alınır. 1 mol oksigen girdikdə. Burada tam sərf olunan oksigen olduğu üçün ilk tənasübü oksigenə görə tapacağım. 36 qramdan 1 mol, 36 qram su almaq üçün 1 mol oksigen sərf olunursa, 72 qram alınması üçün A qədər mol. Bu da eləyəcək 2 mol. Buranı həll elədim. İlk tənasübümü həll elədim. İkincisində, əgər 2'nin bir nisbətindədirsə normalda, oksigen 2 moldursa, hidrogen
B mol. O da olacaq 4 mol. Deməli, mənim bu reaksiyanın getməsi üçün 4 mol hidrogen sərf olunub. Amma ilkin qaz qarışığında deyir ki, əlavə 4 milli artıq qalmışdı. Yəni bunun 4 millisi heç bu reaksiyaya getməmişdir. Yəni özündə qalmışdır. O zaman mən 4-ü vuraram birinci hidrogenin kütləsinə. Yəni 2-yə. Üzərinə 4 gələrəm. İlkin qaz qarışığındakı hidrogenin kütləsini taparam. O da yer 12. Və neçə mol? Yenə mol deyir. 12 qram. Hidrogenimizin də emeri 2-dir. 12-nin böləcək 2-yə 6 mol hidrogen. A variantı. 34. Hidrogen və 100 ml oksigendən ibarət qaz qarışığının normal şəraitdə. Təmizləyək. Hidrogen və 100 ml oksigendən ibarət qaz qarışığının normal şəraitdə qapalı qabda reaksiyasından sonra 50 ml hidrogen artıq qalmışdır. İlkin qarışığın həcmini hesablayın. Baxaq. Qaz qarışığım var, müəyyən qədər hidrogen var, oksigenin də 100 ml olduğunu deyir mənə. Qapalı qab, burada da müəyyən qədər A milli deyək hidrogen var. Qapalı qabda reaksiyaya girirlər bunlar. Və deyir ki, bizə 50 milli hidrogen artıq qalır. Oksigen yəni tam sərf olunur. Bayaq dediyim bir məsələ var idi ki, normal şəraitdə biz qazları N1 bölünsün N2 bərabər V1 bölünsün V2 yaza bilərdik. Yəni mol nisbətləri həcm nisbətlərinə bərabərdir. O zaman mən burada təxmini olaraq 100 milli 100 mol kimi götürüb işləyə bilərəm. Yəni bir daha 100 millini artıq normal şəraitdə həcmini, molunu tapmağa ehtiyac olduğunu düşünmürəm. Təbii ki, tapa bilərik. Yazarıq 22-14 litr 1 moldursa 100 millimiz neçə moldur? Bu amma işimizi uzatmaq olar. Biz hal-hazırda normal şərait olduğu üçün elə deyirik ki, molların nisbəti ilə həcmlərin nisbəti bərabərdir. O zaman elə 100 mol kimi götürək. Gedək. Yaxud da millimol. Əgər ədəd sizə çox böyük gəlirsə. Bunun heç bir fərqi yoxdur. Zaten hər iki cür məsələmizi həll edə biləcək. Sadəcə işimiz vaxt qazanmaqdır. Deməli, normalda 1-in 2 nisbətinə gedir. İndi 100 moldursa, dedi ki, mol kimi götürək. O zaman nə qədər hidrogen sərf olunacaq? 200 mol. Yaxud da 200 milli. Fərqi yoxdur. Yəni 200 milli reaksiya sərf olundu. Axı 50 milli artıq qalıb, reaksiya sərf olunmayıb. O zaman ümumi hidrogenimiz 200 plus 50 250 olacaq. Düzdürmü? İki qarışıqda nəyin həcmini hesablayın? İlkin qarışığın həcmini hesablayın. Bu 250 millimiz bizim 250 millimiz hidrogendir. Hidrogeni tapdıq. 100 milli oksigen var idi da, şərtli demişdim bizə. Toplayarıq bunları. 250 plus 100, 350 milli qarışıq. İndi hansı ifadə hidrogenə aid deyil? Metallarda molekulyar quruluşlu birləşmələr əmələ gətirir. Təbii ki, aid deyil. Ən yüngül qazdır. Bəli. Bəzi metallar onların oksidlərini reduksiya edir. Bəzi metalları onların oksidlərindən reduksiya edir. Bəli, var idi. Kuprum O məsələn müstəqil H2 gəldi də kuprum plus H2O. Burada kuprum O'dan kupruma reduksiya olunmuşdu. Sənayədə sudan alınır. Doğrudur. Kükürt lax yumurta ili qaz verir. Dedi ki, H2 plus S. H2 lax yumurta ili qaz verir. Hansı reaksiyalardan hidrogen alınır? Yine dediyimiz kimi bu nitrat məsələsi, SO4 məsələsi getdi. Buradan isə alınacaq aktiv metal sütü H2O gəldikdə qələvi məhlul plus H2. Natriumda aktivlik sırasında hidrogenin öndə olduğu üçün H2O ilə girdikdə hidrogen alınacaqdır. 1-3 C variantı. Hansı maddələrin qələvi məhluluna qarışıq təsirindən hidrogen ayrılır?
Bu yuxarıdakı sualda da var idi. Silisiumdan sink olacaq reaksiyadır. Bayaq yazmışdım. Düşünürəm ki, təzədən yazmağa ehtiyac yoxdur. Hansı reaksiya hidrogen oksidləşdiricidir? Oksidləşdirici nə olduğunu yada salaq. Oksidləşdiricimiz bizdə nə idi? Oksidləşdirici odur ki, elektron alır özünə. Yəni məsələn 0-dan -2-yə düşürsə, 2 dənə elektron alır. Bu oksidləşdiricidir. Yəni hidrogenimiz buradan yəni necə deyim, oksidləşmə dərəcəsi azalmalıdır. Riyazi olaraq azalmalıdır. Alınacaq məsələn bu reaksiyadan bu 0 idi. Dedik ki, metallarla hidrogen birləşməsi hidrogen -1 olur. Oksidləşmə dərəcəsinə -1 oksidləşmə dərəcəsinə sahib olur. -1. 0-dan -1-ə təbii ki, oksidləşdirici olacaqdır. Yəni reduksiya olunacaqdır. Reduksiya prosesinin adıdır. Burada H2O 0-dan müsbət 1-ə qalxacaqdır. Burada reduksiya edici olacaqdır. Yəni burada da eyni şey. NH3 yenə eyni şey. CH4 eyni şey olacaqdır. Yəni metallarla birləşmələrdə hidrogen -1 olur. Yenə eyni sual. Çox güman ki, cavablar da eyni olacaq. Metallarla hidrogenin reaksiyasına yada saxlamaq lazımdır ki, hidrogen -1 olur. Normalda əsasən -1 olur, amma metallarla birləşməsində biz deyirik ki, nə olacaqdır? Bu -1 olacaqdır. Hidrogen ilə birləşmə reaksiyasına daxil olmayan maddəni göstər. Birləşmə reaksiyasına daxil olmayan. Deməli, burada S üstə gəlir H2. Siz bir reaksiya yazaq. Bunu təmizləyim artıq. Düşünürəm ki, qeydlər aparıldı. H2 plus S dediyimiz kimi lax yumurta ilə qaz birləşmə reaksiyasına girir. Natrium plus H2 natriumun hidridi birləşmə reaksiyasına girir. Kuprum O plus H2 kuprum plus H2O. Bu birləşmə reaksiyası deyil. Bu əvəz etmə reaksiyasıdır. Yəni birləşmə reaksiyasına girmir deyirik. S2H2 plus H2-dən S2H4 S3H6 plus H2-də eyni cür olacaqdır. Uzatmağa ehtiyac yoxdur. Cavabımız kuprum odur.